Bildiyimiz kimi, yəni Əmək Məcəlləsinin 144-cü maddəsi vardır. 144-cü maddənin tələbləri nədir? Yəni əmək məzuniyyətindən istifadə olunmadıqda kompensasiyanın verilməsinə bağlıdır. Yəni bu hər bir halda olar. Biz adətən praktikada eşitmişik ki, işdən çıxanda son haqq hesabdır. Son haqq hesab içində, yəni son haqq hesabların biri nədir? İstifadə olunmuş əmək məzuniyyəti. Amma elə deyil. Bəli, işə götürən tərəfindən işçiyə əmək məzuniyyəti təmin olunmalıdır. Əmək məzuniyyəti hansısa bir halda təmin olunmadıqda işçi işlə kompensasiya ala bilər. Yəni bu da son zaman praktikada daha da belə aktuallaşdırmışdır. İndi sual meydana çıxır. İstifadə olunmuş əmək məzuniyyətinə görə bütün işçilər eyni günlər qədər kompensasiya almalı, yoxsa fərqlənməlidir. Məsəl üçün, Əmək Məcəlləsinin 118, 119, 120-ci maddəsi var. Bu maddələr nədir? Bu maddələr xüsusi kateqoriya şəxslərdir ki, bunların əmək məzuniyyətlərinin müddətləri çoxdur. Yəni biz Məcəllənin 112-ci maddəsinə baxsaq, orada görürük ki, yazıb 21 gün əsas məzuniyyət, 21 gün, 30 gündə, yəni digər şəxslər, vəzifəli şəxslər, nə bilir, rəhbər vəzifələr, mütəxəssislər, adətən biz çox vaxt 30 gün veririk də, belə deyək də, yəni əlavə suallar, problemlər yaşanmaması üçün 30 gün, belə deyək, minimal məbləğ götür 30 gün. Yəni işçi belə çıxır, işdən çıxanda əmək məzuniyyətinin, istifadə olunmuş əmək məzuniyyətinə görə kompensasiya əsas məzuniyyəti bağlandığına görə 30 gün verilməlidir. Belə bir mütəxəssislər belə bir anlam yaranır. Yenə deyirəm, axı xüsusi kateqoriya şəxslər var. Bunlar 56-dır, 46-dır, 42 gün bunlar əmək məzuniyyətləri var. Dərs bunlar necə almalıdır? Yəni də həmişə mən bildirdiyim kimi, gəlir buna məntiq və mahiyyət etibarına baxaq. Adama sual olunur ki, müəyyən mənbələrdən mən eşitmişəm, görürəm və dağıdım, mənim mütəxəssisin fikirləri belədir ki, baxmayaraq həmin şəxs 56, 20, 46, 42 gün əmək məzuniyyəti düşür, onlara kompensasiya verəndə 30 gün verilməlidir. Sual olunur, nəyə görə? Birinci məntiq mahiyyət bundan nəyə görə bu belə verilməlidir? Əlbəttə, birinci bu konstitusiyanın pozulmasıdır. İkinci, insan hüquqlarının pozulmasıdır. Üçüncüsü, əgər bu vəzifəli, bu şəxs həmin maddələrdə olan işləyən işçilər 56 gün işləyirsə, yəni onlara 56, 46, 40 gün, yəni niyə görə 30 gün verilmir? Bu qədər, yəni çox verilir. Çünki onlara xüsusi kateqoriya aid. Ona görə də kompensasiya onlar o gün həmin belə deyək də, həmin miqdarda verilməlidir. Mən qeyd elədiyim ki, bunu nə ilə əsaslandırır? Əsaslandırırlar ki, bəli, bayaq qeyd elədiyim 144-cü maddə yazılıb ki, kompensasiya olunan zamanı əsas məzuniyyət qədər kompensasiya olmalıdır. Və istinad olunur 112-ci maddəyə. Yaxşı, 112-ci maddədə yazılıb nə? Əmək məzuniyyəti 2 hissədən ibarətdir. Əsas və əlavə məzuniyyətlər. Yəni, kompensasiya əsas məzuniyyət olunur. Və eyni zamanda yazılıb ki, həmin bu əlavə məzuniyyətlər, o da 115, 116, 117-ci maddələrlə tənzimlənir. 3 cür əlavə məzuniyyət, yəni hallar var. Həmin məzuniyyətlər də, bayaq mən qeyd edədiyim kateqoriya şəxslərə şamil olunmur. Onda belə çıxır nə? Həmin əlavə məzuniyyət həmin şəxslərə sıfırdır, şamil olunmur. Əmək məzuniyyəti 2 hissədən ibarətdir, əsas və əlavə. Əlavə sıfır, əsas qalır nə? 56 gün. Yəni, əmək məzuniyyəti 2 hissədən ibarət olduğuna, əlavə əsas olduğuna görə, əlavə məzuniyyət həmin şəxsə şamil olunmadığına görə, əlavə məzuniyyət sıfırdır, əsas məzuniyyət qalır nə? 56, 46, 42. Ona görə də, yəni həmin qeyd elədiyim kimi, həmin kateqoriya şəxslər, onu da qeyd edim, həmin kateqoriyada olan şəxslər ölkədə 10 minlərlə, bəlkə 100 minlərlə şəxsdir. Onlara 30 gün yox, qeyd elədim, onlara üçün əmək məzuniyyəti qədər kompensasiya olmaz. Sadəcə burada nə ola bilər? Yəni, deyərdim, burada bir boşluq da yoxdur. Sadəcə maddələrin bir-iki dənə ifadə eləmək, əlavə eləmək lazım. Tam bu mütəxəssis arasında olan da anlaşılmaz aradan qalxsın. Yenə deyəm, ikinci bir yanaşma var. Yaxşı, yazı ödənişli əsas məzuniyyət 30 gün. Onda 56-dan çıxaq 30, yerdə qalan 26 gün nədir? Adamın sualı, əgər ödənişli əsas məzuniyyət 30 günsə, yerdə qalan nədir? Ona görə bu boşluqlar deyil, bunları sadəcə maddə bölümdə düzgün uzlaşdıranda gəlib mən dediyim kimi, yəni nəticə gəlmə olur.